Bismillahirrahmanirrahim. Qiyamət gününə inam. İkinci təməl prinsip. Bu ayədə İslamın ikinci təməl prinsipinə, qiyamət gününə inanca toxunulmuşdur. Beləliklə də hər bir əxlaqi islahatın əsası sayılan yaradılış və qiyamət anlayışları insanın vücudunda təkmilləşir. Maraqlısı budur ki, bu ayədə Allahın malikliyindən danışılır. Bu, onun qiyamət günündə hər bir kəsin və hər şeyin üzərindəki mütləq hakimiyyətindən xəbər verir. O gün hamı böyük məhkəməyə toplaşıb öz malikləri qarşısında hazır olacaq. Bütün işlərinin, sözlərinin, hətta düşüncələrinin məhkəmə qarşısında hazır olacağını görəcəklər. Heç nə iynə uzu qədər də olsa unudulmayacaq. Məhz belə bir vəziyyətdə insan bütün əməllərinin məsuliyyətini daşıyacaq. Hətta özü görmədiyi, lakin başqalarının həyata keçirdiyi işlərə vasitəçilik etmiş əməllərinin də məsuliyyətini daşımaq məcburiyyətində qalacaq. Şübhəsiz ki, Allah Taala'nın o gündəki malikliyi bizim bu dünyadakı nisbi malikliyimizdən fərqli olacaq. Çünki bizim bu dünyadakı malikliyimiz nisbi xarakter daşıyır. Müəyyən sənədlər əsasında nəyinsə malik olduğumuz halda başqa bir sənədlər vasitəsilə maliklikdən məhrum oluruq. Allah Taala'nın dünyanın malik olması isə həqiqi məna daşıyır. Bu, məxluqatın Allah ilə olan bağlılığından irəli gəlir. Əgər bağlılıq bir an kəsilərsə, məxluqat dərhal məhv olar. Necə ki, elektrik cəryanı kəsildikdə evdə yanan elektrik lampasının da işığı sönür. Başqa ifadə ilə desək, Allah Taala'nın bu malikliyi məhz onun məxluqatın yaradanı olmasından irəli gəlir. Onları yaradan öz himayəsi altına alan varlıq, eyni zamanda onların həqiqi malikidir. Həqiqi malikliyin kiçik bir nümunəsini öz bədənimizdə də müşahidə edə bilərik. İnsan göz, qulaq, ürək, sinir sistemi və digər bədən üzvlərinin həqiqi malikidir. Burada hər hansı nisbi maliklikdən söhbət gedə bilməz. Bu maliklik sözünün həqiqi mənasında olan maliklikdir. Burada belə bir sual yaranır ki, məgər Allah Taala hər şeyin sahibi deyil ki, sözcədən aya yalnız qiyamət gününün sahibi kimi təqdim edilmişdir. Bir məqama diqqət etməklə bu sualın cavabı aydın olur. O da budur ki, Allah Taala'nın malik olması hər ki dünyaya şamil olsa da, bu məsələ qiyamət günündə özünü daha aşkar şəkildə biruzə verəcək. Çünki o gün digər bütün nisbi bağlılıq və hakimiyyət aradan gedəcək. Heç kimin heç nəyi olmayacaq. Hətta kiməsə şəfaət hüququ verilsə belə, bu da Allah tərəfindən olacaq. Quranda deyilir, o gün heç kəsə fayda verə bilməz və həmin gün bütün işlər Allaha məxsus olacaqdır. İnfitar surəsi 19-cu ayə. Elə vaxtlar olur ki, insan bu dünyada müxtəlif yollarla başqa birisinə kömək edir. Gah sözü, malı, ətrafındakı insanlarla onu müdafiə edir, gah da digər planlarla onu öz himayəsi altına alır. Qiyamət günündə isə bu işlərin heç biri olmayacaq. Buna görə də qiyamətdə insanlardan bu gün hökm kimə məxsusdur deyə soruşulduqda, onlar tək olan qalib Allaha deyə cavab verəcəklər. Bu barədə Quran belə buyurmuşdu. Onlara belə deyiləcək. Bu gün hökm kimə məxsusdur? Tək olan qalib Allaha. Qafir surəsi 16-cı ayə. Qiyamət gününə və hər bir əməlin bütün xırdavaqlarına qədər incələnəcəyi axirət məhkəməsinə inanc insanlarda olduqca böyük təsir qoyur. Bu inanc insanları həmişə nəzarətdə saxlayır ki, bəyənilməz işlər görməsinlər. Namazın insanı pis əməllərdən çəkindirməsinin də səbəblərindən biri odur ki, namaz insana həm onun bütün əməllərindən xəbərdar olan varlığı, Allahı, həm də qiyamət gününün haqq hesabını xatırladır. Allahın qiyamət gününün maliki olmasına inan, həm də insanı müşrik və axirəti dananların etiqadına qarşı mübarizəyə səsləyir. Quran ayələrində belə məlum olur ki, Allah Taala'ya etiqad bəsləmək bütün insanlara xas olan bir cəhətdir. Bu etiqad hətta cahiliyyət dövrünün müşrikləri arasında da yayılmışdı. Təsadüfi deyil ki, onlardan göylərin və yerin yaradanının kim olduğunu soruşduqda, onlar Allah deyə cavab verirdilər. Quran-Kərim bu barədə belə buyurmuşdu. Əgər sən onlardan göylərin və yeri kim yaradıb, günəşi və ayı kim iram edib deyə soruşsan, onlar Allah deyəcəklər. Ənkəbut surəsi 61-ci ayə. Allaha etiqadlar olduğu halda məad və axirət haqqında yanlış fikirdə idilər. Kafirlər dedilər, çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? O Allaha iftira atır, ya dəli olub. Səbə surəsi 7-8-ci ayələr. İmam Zeynul-Abidin əleyhissalam barəsində nəql edilmiş bir hədisdə deyilir. O, Məlik Yevmiddin ayəsini o qədər təkrar edərdi ki, az qalardı canı bədənindən çıxsın. Biharul Envar
cild 82, səhifə 23. Yevmiddin, haqq hesab, məhşər gününün sahibi ifadəsi Quranda işlədildiyi bütün yerlərdə qiyamət mənasında nəzərdə tutulmuşdur. İnfitar surəsinin 17, 18 və 19-cu ayələrində buna asanlıqla başa düşmək mümkündür. Bu ifadə Quranda 10 dəfədən artıq işlədilmişdir. Bu günün din günü adlandırılmasının səbəbinə gəlincə isə, bu, həmin günün əməllərinin qarşılığının verilməsi günü olması ilə əlaqədardır. Din sözünün lüğəvi mənası da məhz qarşılıq deməkdir. Qiyamətdə ən bariz şəkildə özünü göstərəcək işdə məhz əməllərin qarşılığının mükafat və ya cəzasının verilməsi olacaq. O gün insanların bütün əməllərinin üzərindən pərdələr götürüləcək, hər bir iş xırdalığına qədər araşdırılacaq və hər kəs öz yaxşı və ya pis əməlinin əvəzini alacaq. İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə deyilir. Yevmiddin, haqq hesab günüdür. Biharul Envar, cild 82, səhifə 51. Din sözünün haqq hesab mənasını bildirməsi isə bəlkə də nəticənin səbəbin əvəzində işlədilməsi ilə bağlıdır. Çünki haqq hesab həmişə görülən işin qarşılığını vermək üçün bir müqəddimədir. Bəzi təfsirçilər isə belə hesab edirlər ki, qiyamət gününün din günü adlandırılması o gün hər kəs öz dininə görə haqq hesab çəkiləcəyi ilə əlaqədardır. Lakin birinci məna din günü, haqq hesab günü olması daha məqsədə uyğun görünür. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.